Salam, əziz Azərbaycanlılar, hörmətli xalqım, ulu millətim. Əziz həmvətənlər, bugün Azərbaycan xalqı tarixdə ən faciəli günlərini yaşayır. Hamınıza yaxşı məlumdur ki, 2 gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müxalifət partiyasının lideri Əli Kərimlinin evində Dövlət Təhlükəsizlik Xidməti qeyri-qanuni axtarışlar aparmış və qeyri-qanuni olaraq onu saxlamışlar. Bugün Dövlət Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Səbail rayon məhkəməsi Əli Kərimliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 maddəsi ilə konstitusiyon quruluşu zorla dəyişmək, dövlət çevrilişinə cəhd hərəkətləri haqqında ağır bir maddə irəli sürülərək Əli Kərimlini 2 ay 13 gün hələlik azadlıqdan onun haqqında həbs qəti imkan tədbiri seçilmişdir. Kifayət qədər son dərəcə ağır maddədir. Əgər bu ağır maddə saxta şahidlərlə, saxta sənədlərlə sübut olunarsa, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli uzun müddətli azadlıqdan məhrum edilə bilər. Əziz həmvətənlər, mən Əli Kərimlinin həbsi barədə öz fikirlərimi, nə üçün bu həbs baş verib, bu həbsin arxasında nə durur, fikirlərimi sizlə böləcəyim. Siz Azərbaycan Dünya Meridianları kanalındasınız. Xahiş edirəm kanala üzv olun, paylaşın. Oktay İskəndərlinin təqdimatındasınız, əziz həmvətənlər. Az da olsa, əgər bu video xoşunuza gələrsə, paylaşın. Dünyanın dörd bir tərəfinə çörək pulu üçün çəpələnmiş Azərbaycanlılarımız qoy bilsinlər ki, Azərbaycanda hansı qanlı proseslər, hansı qanunsuz kütləvi həbslər gedir. Əli Kərimlinin həbsi səbəb nədir? Mən bu barədə öz fikirlərimi sizinlə bölüşürəm. Əziz həmvətənlər, 32 illik Əliyevlər hakimiyyətinin yaratmaz idarə etməsi Azərbaycan xalqının elə bir faciəyə gətirib çıxartmışdır ki, 10 milyon xalqı olan Azərbaycan xalqı bu günlərin 5 milyonu qaçqın, 5 milyonu dilənçi vəziyyətdədir. Yəni, buradan belə nəticə çıxartmaq olar ki, ölkə Azərbaycan barı çəlləyinə çevrilmiş, ölkədə sosial partlayış qaçılmaz ola bilər. Hakimiyyət bütün bunları nəzərə alaraq, xalq etirazının qarşısında gedəcək siyasi qüvvələrin liderlərini və fəallarını həbs etməyi qarşısına məqsəd qoymuşdur. Hesab edirəm ki, Əli Kərimlinin həbsinin səbəblərindən biri budur. İkincisi, bu həbs ölkədə başlanan son illər qanunsuz kütləvi repressiyaların davamıdır. Yəni, bilirsiniz ki, bundan əvvəl bütün mətbuat, azad mətbuat işçiləri həbs edilmiş, 30-a qədər jurnalist, bloger, ondan çox gənc xanımlarımız həbs edilmiş və uzun müddət azadlıqdan məhrum edilmişdir. Ölkədə azadlıqla başlayan nə varsa, azad mətbuat, azad seçkilər, azad və ədliyyə sistemi məhv edilmişdir. Ölkədə bir dənə də olsun hüquq müdafiə təşkilatı qalmamışdır. Ölkədə siyasi prosesləri çıxan vəkillər qanunsuz olaraq işdən kənarlaşdırılmışdır. Yəni, bu həbs ölkədə bir xof yaratmaqdır ki, baxın, əgər biz siyasi fəalları həbs ediriksə, adi vətəndaşların həbsi bizim üçün heç nədir. Hesab edirəm ki, 3-cü böyük səbəb 2026-cı ildə ölkədə referendum keçirməklə konstitusiyaya dəyişikliklər baş verə bilər. Yəni, bilirsiniz ki, 2003-cü ildən bəri keçirilən bir neçə referendum milli maraqlarımıza cavab verməmiş, referendumların deməli, nəticələri saxtalaşdırılmışdır. Yəni, hakimiyyət xalqın bu referenduma etirazının qarşısını almaq üçün müxalif partiya fəallarını və o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli həbs etməklə bu referendumun saxta keçirilməsi və saxta nəticələri əldə etmək məqsədinə güdmüşdür ki, yəni bu referendumu loru dildə desək, rahat keçirməyə müəssər olsunlar. Hesab edirəm ki, Əli Kərimlinin həbsinin səbəblərindən biri də ölkədə konstitusiya ola biləcək mürtəci dəyişikliklər olsun. Yəni, konstitusiya dəyişikliklər heç vaxtda bizim milli maraqlarımıza cavab verməmiş və bütün konstitusiya dəyişikliklər mürtəci xarakterlər daşımışdır. Yəni, konstitusiyada mürtəci dəyişikliklər edilə bilər və bu mürtəci dəyişikliklərin qarşısına etiraz edən qüvvələrin, etirazçı qüvvələri həbs etməklə bu mürtəci dəyişikliklərə asanlıqla nail olmaq istəyirlər.
Ola bilər ki, Əli Kərimin həbsində səbəblərindən də biri odur ki, onun 2026-cı ildə ölkədə növbədən kənar prezident seçkiləri keçirilməsi planlaşdırılır. Əgər beynəlxalq aləmdə müəyyən sabitlik yaranarsa, belə bir prezident seçkiləri keçirilə bilər. Yəni, ailənin bir üzündən digər üzünə ötürülə bilər hakimiyyət. Buna görə də bunu asanlıqla həyata keçirmək üçün və Əli Kərimlinin prezident seçkilərdə iştirakçının qarşısını almaq üçün saxta ittihamlar açılır və onun prezident seçkisində iştirakının qarşısı alınır. Az ehtimal olunsa da, əgərlərim konstitusiya və referendumda dəyişiklik ediləndə, belə bir ehtimal da var ki, ölkədə son zamanlar dövlət səviyyəsindən təbliğat gedir ki, konstitusiyaya dəyişiklik edib monarxiya idarə etmə sisteminə keçməliyik. Ola bilsin ki, böyük ehtimalla bu variant da istisna edilmir. Əziz həmvətənlər, bu adicə bir müxalifət partiyasının rəhbərinin həbsi deyil. Bu ölkədə siyasi rəqabətin qarşısını almaqdır. Bu ölkədə saxta referendum keçirilməsi üçün mümkün şərait yaratmaq üçündür. Bu ölkədə hakimiyyət dəyişikliyinə mane ola biləcək siyasi qüvvələri qeyri-qanuni yoldan sıradan çıxartmaqdır. Eyni zamanda əziz həmvətənlər, yəni feodal monarxiya hakimiyyətinin ömrünü uzatmaq üçün bütün siyasi qüvvələri sıradan çıxartmaq məqsədi güdür. Mən bununla əlaqədar hansı işləri görəcəm sizə bildirim ki, keçən illərin biz Avropada yaşayan siyasi və dünyada yaşayan siyasi fəallarımız virtual olaraq Azərbaycan Xalq Parlamenti yaratmışıq. Bu parlamentdə mən İnsan Hüquqları Komitəsinin sədriyəm. Eyni zamanda rəsmi dövlət qeydiyyatından keçmiş Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Təşkilatının sədriyəm. Bununla əlaqədar olaraq ilk atacağım addım Amerikanın Azərbaycanda səfirliyinə bu həbs barədə müraciətim olacaq. Sonraki addımlarım belə olacaq ki, fəaliyyətimi belə quracam ki, mən Amerika Dövlət Konqresinin hər iki palatasına, nümayəndələr və konqresmenlərə müraciət edəcəm, bu həbslər barədə onlara məlumat verəcəm. Digər atacağım bir adım isə Avropa, deməli, AŞBA'nın İnsan Hüquqları Komitəsinə müraciət edəcəm və bu barədə sosial şəbəkə vasitəsilə əziz həmvətənlər, hamınızı məlumatlandıracam. Əziz həmvətənlər, bu siyasi həbs deyil. Bu siyasi həbs deyil, əziz həmvətənlər. Burada milli maraqları nəzərə alaraq hamımız bu həbsə etiraz etməliyik. Kim nəyi bacarırsa, sosial şəbəkədə, aktivliyi ilə və s. Hesab edirəm ki, bu sonuncu siyasi sifarişli həbs deyil. Bu həbslər davam edəcək o vaxta qədər ki, hakimiyyət qarşısına qoyduğu mürtəci məqsədlərə çatana qədər. Əziz həmvətənlər, sizdən çox xahiş edirəm. Əgər bu mənim çıxışım az da olsa sizin xoşunuza gəlirsə və istəyirsinizsə ölkədə gedən proseslərdən bütün dünyada olan Azərbaycanlılar xəbərdar olsun, bu videonu paylaşın. Burada milli maraqlardan söhbət gedir, əziz həmvətənlər. Hansısa bir siyasi partiyanın rəhbərinin həbsindən getmir. Bilirsiniz ki, bütün dünyada bəşər tarixi yaranandan dəyişməyən uzun müddətli hakimiyyət hələ heç bir xalqa xoşbəxtlik gətirməyib. 32 illik fasiləsiz ailə hakimiyyət də xalqımıza heç bir xeyir gətirməyib və gətirməyəcəkdir. Ona görə də əziz həmvətənlər, biz hamımızın strateji bir məqsədi var. Doğma Azərbaycanımızı, ana vətənimizi, dünyanın sivil mərkəzi Avropaya inteqrasiya etməklə Azərbaycanda demokratik bir cəmiyyət yaratmalıyıq. Əziz həmvətənlər, bu siyasi partiyanın çiyinlərində olan yük deyil. Bizim kimi siyasi fəalların, hüquq müdafiəçilərinin tək işi deyil. Bizim sehirli çubuğumuz yoxdur. Əgər biz xalqı arxamızda görməsək, heç bir nailiyyət əldə edə bilməyəcək və sizin evladlarınıza biz köləliyi baş tacı verəcəyik. Hesab edirəm ki, bu videonu paylaşmaqla siz də vətənimiz, xalqımız qarşısında müəyyən borcunuzu yerinə yetirmək olursunuz. Növbəti videoya qədər sizlə sağollaşıram. Hamınızı uca Allaha əmanət edirəm.